Evdə söz-söhbət nə işdə olur maddiyyat üstündə. Görürsən uşağa baxmır kişi, arvad deyinir. Yeməyini vaxtını vermir, arvad deyinir. Bir yeri gedmək üçün baxır ona deyir ki, falan kəsin paltarı və mən də bundan istəyirəm. Kişi təmin edə bilmir. Yəni deyirsən ki, mənə təmin edir, ürəyi nə istəyirəsin. Yəni mən istədiyimi versin, qeyb gəlsin. Hadi sənə qurbanım, hara geçsə də gələcək də. Akşam yatmağa gəldi. Mənim onun lazım diyor. Mənim onun üstündə peçatım var. Hara geçsə deyir göyhərin əridir. Bəli. Başa düşdürsən məni? Baş söhbət ondan gedir. Qurban olum sənə, Bir də mən bir həyatı sözü söhbət Gövhər edirəm. xanım. Mən istəmirəm, hər sözün üstündə qadınlarımız, gözəl qızlarımız var. Bu kişi adama nə verir heç nə? Doludur kişi sağ. Özdə pis baxdı ya. Sən bilim, gəlin bilinmir, qızın bilinmir, Davada maşınası atılır. Hayır, bilinmir. Ailemizi dağıtmayın da. Bir şey ki, kişi sənə hər şeyi təmin edir ha. Sənə qurban olum. Sənin ucu balaları var deməyir. Yəni Astanovkası evdizə qayıdacaq. Ha mütləq, sezgeci var o. Gəlməlidir mütləq. Hara gedəcək? Kimə lazım? Hara gedəcək? O saat 12-də ki, saata baxır ki, evimə getməliyəm ha.